Aktyor Elcan Rəsulov uzun müddətdir səhnədən uzaqlaşan müğənni Mirkamil Kamilovun yeni görüntüsünü paylaşıb. O, ifaçı ilə məclislərdən birində qarşılaşdıqlarını bildirib. Qeyd edək ki, Mirkamil xalq artisti Mələkxanım Əyyubovanın bacısı oğludur. O, son illərdir səhnədən uzaqlaşıb, sosial şəbəkə hesablarını silib. Müğənni 2014-cü ildə ürəyindən əməliyyat olunmuşdu. Bu günlərdə isə o ikinci dəfə ürəyindən əməliyyat olunub. İnşallah belə söndürüm, hə? Müğənni Nadir Qafarzadənin 55 yaşı tamam olub. Sənətçi sosial şəbəkədə video paylaşaraq yubileyini bağda qeyd etdiyini bildirib. Dostlarımın hamısı təklif etdi ki, ad günü et, biz də gələk. Dedim ki, evinizdə oturun, məni də rahat buraxın. İstədim ki, gəlinlərim, oğullarım və nəvəmlə bağda qeyd edim. 55 yaşım mübarək, amma özümü 35 yaşdan az hiss edirəm. Ruhən cavanam, enerjiliyəm, potensialım hələ çoxdur. Hələ ki, yaşamağa dəyər. Nəvəm Nadiri də görüm, sonra baxarıq.